Sürücülərlə bağlı bir xəbərdarlığı diqqətinizə çatdırırıq. Diqqətli olun. Bugün 3 iyun tarixli və Gündəm Xəbərin efirində məhz bir məlumatı diqqətinizə çatdırmaq istəyirik. Belə ki, sabah hava ilə əlaqədar avtomobil yollarında məhz gözlənilən vəziyyət açıqlanıb. Belə ki, Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat veririk ki, iyunun 4-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraitinin müşahidə olunacağı bildirilir. Qeyd eləyək ki, proqnozlaşdırılan hava ilə əlaqədar məhz magistral avtomobil yollarında da görünüş məsafəsinin məhdudlaşdırılması gözlənilir və belə ki, dumana görə yollarda görünüş məsafəsi 500-1000 metrə qədər məhdudlaşdırıla bilər. Qeyd edək ki, daha öncə də məhz iyun ayının 4-ü və 6-sı aralığında dağlıq və dağətəyi rayonlarda yağış, dolu yağacağı ehtimalını diqqətinizə çatdırdıq.